Azərbaycanda qazilərə 80 manat müavinət verilir. Bu məbləğ artılacaqmı? Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən, bu müavinətdən yararlanan qazilərin sayı nə qədərdir? Ən çox və ən az qazi hansı rayonumuzdadır? Yerin Qulağı kanalı müharibə iştirakçılarının ən çox hansı regionlardan olduğunu araşdırır. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Azərbaycanda qazilərə 80 manat müavinət verilir. Bu müavinətin artırılması ilə bağlı fikirlər səsləndirilsə də, hazırda artımla bağlı qərar yoxdur. Xatırladım ki, bu günlərdə sosial müavinət təqaüdlərin artırılması ilə bağlı qərar oldu. Ancaq bu qərarda qazilərlə bağlı məsələ yer almadı. Ölkə üzrə bu təqaüddən yararlanan 180.947 müharibə iştirakçısı var. Bu da o deməkdir ki, hər ay 14.475.760 manat pul müharibə iştirakçılarına sosial müavinət kimi verilir. Bəs 180.947 müharibə iştirakçısı hansı rayonlardandır? Ölkə üzrə ən çox müharibə iştirakçısı olan rayonlar. Qazax Tovuz İqtisadi rayonu. Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuzda ümumilikdə təqaüd təyin olmuş veteranların sayı 19.460 nəfərdir. Rayonlar içərisində 4.882 nəfərlə Qazax müharibə iştirakçısına görə liderdir. Bölgə üzrə ən az göstərici isə 3.113 nəfərlə Gədəbəy rayonundadır. Qarabağ İqtisadi rayonu. Qarabağ bölgəsində ümumilikdə 18.440 nəfər müharibə iştirakçısı kimi qeydiyyata düşüb. Ağdamda müharibə iştirakçılarının ümumi sayı 4116 nəfər olmaqla ən çox göstəriciyə malikdir. Qarabağın digər rayonlarında isə göstəricilər aşağıdakı kimidir. Ağcabədi rayonu 2830 nəfər, Bərdə rayonu 3609 nəfər, Füzuli rayonu 2760 nəfər, Xocavənd rayonu 674 nəfər, Şuşa rayonu 1103 nəfər, Tərtər rayonu 2843 nəfər, Xocalı rayonu 505 nəfər. Naxçıvan Muxtar Respublikası üzrə göstəricilər. Muxtar Respublikada ümumilikdə 5988 nəfər veteran yaşayır. Ən yüksək göstərici Naxçıvan şəhərində, ən az göstərici isə Sədərəş rayonunda qeydə alınır. Naxçıvan şəhərində aylıq 80 manat müavinət alan veteranların sayı 1208 nəfərdir. Sədərəşdə isə bu göstərici 341 nəfərdir. Ən az müharibə iştirakçısı olan iqtisadi rayonlar. Müharibədə iştirak etdiyi üçün təqaüd alan veteranlar ən az Dağlıq Şirvan iqtisadi rayonunda yaşayır. Burada ümumilikdə 4864 nəfər müharibədə iştirak edib. Bu bölgəyə daxil olan Ağsu rayonunda 1061 nəfər, İsmayıllı rayonunda 1712 nəfər, Qobustan rayonunda 604 nəfər, Şamaxı rayonunda isə 1487 nəfər müharibə iştirakçısı var. Şərqi Zəngəzur İqtisadi rayonunda da 1-ci və 2-ci Qarabağ müharibəsində iştirak edənlərin sayı digər regionlara nisbətən azdır. Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonu üzrə ümumilikdə 6758 nəfər veteran var. Digər iqtisadi rayonlar üzrə göstəricilər. Gəncə Daşkəsən iqtisadi rayonu 15354 nəfər, Lənkəran Astara iqtisadi rayonu 9934 nəfər, Mərkəzi Aran iqtisadi rayonu 13822 nəfər, Milmuğan iqtisadi rayonu 9240 nəfər, Şəki Zaqatala iqtisadi rayonu 9161 nəfər, Quba Xaçmaz iqtisadi rayonu 6860 nəfər, Şirvan Salyan iqtisadi rayonu 9424 nəfər.
Döyüş əməliyyatlarında iştirak edənlərin böyük hissəsi paytaxtın üzərinə düşür. Belə ki, Bakı şəhəri üzrə 41421 nəfər respublikanın bütövlüyü uğrunda döyüşlərdə iştirak edən şəxs kimi qeydiyyatdadır. Onların əksəriyyəti Xətai rayonunda yaşayır. Burada 5297 veteran aylıq 80 manat müavinət alır. Bakı üzrə ən az göstərici isə Pirallahıdadır. Bu ərazidə 349 döyüş iştirakçısı yaşayır. Paytaxt üzrə digər göstəricilər: Binəqədi rayonu 5059 nəfər, Xətai rayonu 5297 nəfər, Xəzər rayonu 2687 nəfər, Qaradağ rayonu 3495 nəfər, Nərimanov rayonu 3369 nəfər, Nəsimi rayonu 2953 nəfər, Nizami rayonu 3027 nəfər, Pirallahı rayonu 349 nəfər, Sabunçu rayonu 4188 nəfər, Səbail rayonu 2447 nəfər, Suraxanı rayonu 4264 nəfər, Yasamal rayonu 4286 nəfər. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.